Ronaldonun uşağın ayağını tapdalaması çox pisimə gəlmiş. Yemək görən kimi uşağı atıb qaçıblar. Onlar da qınamıram çünki xan kebabını gözləməkdən həqiqətən də acından ölürdülər. Yemək yaxşıdır, amma qabları yumaq zülmdür. Hər dəfə belə yığışanda deyirəm ki, tək səfərlik qablardan istifadə edin. Təzə gələn qonaqların da yeməyi hazırdır. Əl birliyi ilə qabları yuyuruq, silirik, daha sonra çaya otururuq. Mavi şarı seçərdiniz ya qırmızı? Sonda yazacağam elmi əsası olmayan bir testdə. Gəldi yığışmağımıza səbəb olan o torta. Hər zaman mən deyirəm ki, düzdür, adam hər bir işi öyrənə bilər, amma bəzi insanlar bəzi işlər üçün doğulur. Xalam qız da sanki şirniyyat bişirmək üçün doğulur. O qədər gözəl hazırlayır ki, əl birliyi ilə onu razı salıb ona səhifə açdırdı. Mən sürpriz eləyəcəkdik, amma gedib gizlincə bax. Mən də dedim, indi əziyyətin çək, bir zəhmət yalandan da olsa təəccüblən. Ronaldonun ayağı montajda səhv çıxsa da, amma tortu çox gözəl alındı. Nə qədər gizlətsək də gizlincə girib uşağın başını qopardıblar. Hamısı Happy Birthday-ni gözləyir. Happy Birthday deyən kimi tortun üstünü dağıtdılar. Düşünürdük ki, tort çox olacaq, amma o qədər dadlı idi ki, heç tortdan bir dilim də geriyə qalmadı. Samavar çayı bizim məclislərin olmazsa olmazıdır. Həyətdə otura bilim deyə Həsəni bərk-bərk bürümüşük ki, soyuq olmasın. Yedi, içdi, güldük, danışdıq, amma uşağın başı möhkəm səsə düşmüşdü.